Və sizin kimi oğullar doğrudan Azərbaycan xalqı fəxr etməlidir ki, belə oğullar yetişir. Və bir daha sizə əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz bütün əlimizdən gələni eləməyə hazırıq. Hər bir problemin həllində şəxsən özüm diqqətli olacaq və ən yüksək səviyyədə mümkün olan köməyi mən göstərəcəm. Bir də ki, o xalqın içindən hansısa o trollar var, ha? Girib yorumda yazırsınız, qazilərə belə qayğı göstərilir. Yalançı Allah sizə min lənət eləsin. Bəsli yaltalıq elədiniz. Allah sizə min qat lənət eləsin. İndi kim ki hansısa o saytlarda yazacaq, ha, belə qazilərə baxır, veteranlara, kim ki gedib onlara baxılır. Sizə deyirəm, Allah sizə min lənət eləsin. Ölüb ölənlərinizə lənət olsun sizin. Bax, buradan mən oğlan deyirəm. Bax, sən bax, övladlarının halına bax. Bax, Azərbaycan xalqı, bax. Gör nə əziyyətlər çəkirik. Bizi bu günün altında dəfələrlə gətirirlər, bizi gör nə vəziyyətə salırlar. Bu nazirlikdən bir dəfə çıxsın bizim qabağımıza ki, qardaş, dərdin nədir sənin, niyə gəlibsən, necə olur? Sən məni aparanda qurban olun, başıma dönüm. Məni aparırsan, amma quru veteranlığa gələndə sən mənə vermirsən. Mənim əlimə niyə silah vermirsən? Veribsən ki, get düşman qabağına da. Deməli, o silah mənə vermirsən ki, mən abratında müharibənin iştirakçısıyam. Amma bu günləri bilsən nəyə görə də açığın deyirəm. Qardaş, öz adamlarına, öz qohumlarına bizim statusları satıblar. Mən o günləri 3 gün bundan qabaq evdə infaq keçirmişəm. Bax, ancaq buna görə. Budur sizin qoyduğunuz hörmət bu vətənin oğluna. Bizi polislə üz-üzə gətirirsiniz. Bizim başımızda oyun gəlməyib. Mən kim ki mənə o əziyyəti yaşadır, ha, hansısa məmur yaşadır, ha. Onun balası mənim kimi əzab çəksin. Onun balası mənim kimi evsiz qalsın, təmirsiz qalsın. Məndən betər olsun, ürəkləri onun balaları mənim ürəyimdəki kimi yansın, tökülsün. Bugün məni bu vəziyyətə salırlar. Kişi də olsam ağlayıram, mən həmişə ağlayıram. Kişi çarəsiz olanda həmişə ağlayır. Yəni bizi heç kim, and olsun Allaha, tanış da gülür, dost da gülür, qohum da lağa qoyur. Niyə mən lağa qoymağı oğlanam? Ya biz lağa qoyulmağı oğlanlarıq. Çağırmısan, aparmısan, vermirsən bizi ölümün qabağına. Öz balalarını oturub orada, yiyiblər kababdan yatıblar xarici ölkələrdə.